Nəyə görə əksər nəticələrdə writing balı digər nəticələrdən daha aşağı olur? Ə, Bunun bir çox səbəbi var. Ə, Ölkə daxilində ən böyük səbəb ondan ibarətdir ki, təəssüf ki, bizim təhsil sistemimizdə akademik yazıya o qədər də önəm verilmir. Mən məktəblərdən ümumiyyətlə danışmıram, amma hətta universitet səviyyəsində belə Azərbaycanda çox az universitetdə akademik yazı ilə bağlı dərslər var. Ona görə bir çox tələbə akademik yazının önəmi və ya necə yazılmasını IELTS kursuna gələndən sonra öyrənir və bizim orada çox qısa vaxtımız olur ki, biz o tələbəyə bu prosesi izah edə bilək. İkinci bir məsələ ideya çatışmamazlığı ola bilər ki, bir çox adam müasir dövrdə fərqli mövzularda bilgili olmaqdansa daha çox o praktiki məlumat almağa üstünlük verir və daha çox işinə faydalı və ya hər hansı bir iştirak edəcəyi prosesə faydalı bilgilər alır, amma IELTS daha ümumidir və burdakı topiklər daha detallı olur. Üçüncü məsələ isə sadəcə ölkə ilə bağlı deyil. Bu dünyanın istənilən yerindən IELTS imtahanına hazırlaşan tələbənin writingdə çətinlik çəkməsinin səbəblərindən biri də odur ki, yazı ümumiyyətlə digər bölmələr kimi sürətlə inkişaf edilə biləcək bir bacarıq deyil. Onun oturuşması, onun qavranılması üçün daha uzun bir müddət və daha çox praktika tələb olunur.